bilərsiniz. 7-ci sual. Emosiyalarınız hər zaman müsbət yöndə olur. Sevinç, sevgi, gözəl duyğularda çox olursunuz. Belədirsə də bəli. Əksinədirsə də, emosiyalar uzun müddət mənfi olursa da, qorxu, gərginlik, yorğunluq olursa da, o zaman yox deməkdir. Növbəti sual. Təbii enerjiniz sizdə ətrafa yansıyırmı gözəl şəkildə? Elədirsə bəli. Yox, üzünüz daim yorğun görünürsə də, o enerjinizi ətrafa yansıda bilmirsinizsə də gözəl şəkildə, xeyir deməkdir. 9-cu sual. Sənə sevinç verən fəaliyyətlər üçün vaxt tapa bilirsənmi? Xüsusi etdiyin hansısa şeylər varmı? Elədirsə bəli. Yox, heç bir etdiyin fəaliyyət yoxdursa da, sənə sevinç verən hobbilərin yoxdursa da, o zaman cavab xeyirdir. Və 10-cu sual. İstirahətə zaman ayıra bilirsənmi və istirahət etdikdən sonra özünü daha enerjili və yenilənmiş hiss edirsənmi? Elədirsə bəli. Əksinə, istirahətə zaman ayıra bilmirsənsə də və daim sən özünü enerjisiz, gərgin hiss edirsənsə də, cavabın demək ki, yox deməkdir. Bu 10 sualı sizə verdim. İndi görün nəticələriniz necədir? Burada yaza bilərsiniz. İndi isə nəticələrə uyğun sizə cavabları demək istəyirəm. Əgər 0-3 bəli cavabınız varsa da, enerjiniz bəlimiz aşağıdır da, yəni ki. Bu deməkdir ki, enerjiniz aşağıdır, enerji tükənməsi riski var və özünüzə qayğı göstərmək, istirahət etmək və sevinç verən fəaliyyətlərlə maraqlanmaq çox vacibdir. Daxili balansı bərpa etmək üçün nələrsə edin, hətta ehtiyac varsa mütəxəssislə də çalışın. Aha, 2 yazanlarımız var, təəssüflər olsun. Demək ki, bax bu sizə aid idi. Əgər 4-6-dırsa, biz 0-3-ü dedik. 4-6-dırsa, burada deyir ki, balansda olmayan nöqtələr var. Bəzi sahələrdə enerji balansınız pozula bilər. Yorğunluq, stres və özünə az zaman ayırmaq bu duruma səbəb ola bilər. Kiçik dəyişikliklərlə balansı bərpa etmək mümkündür. Aha, bu o deməkdir ki, müəyyən qədər balans var, amma yenə də üzərinizdə işləməlisiniz. Və 7-10 bu o deməkdir ki, təbriklər, artıq sizdə bəli cavabları çox olduğuna görə deməli enerjiniz balansdadır.